Məcbur, sən məcbur yedirdirlər ki, baxmalısan. Başa düşə bilmirlər ki, məcbur heç də yoxdur. Zorla gözəllik olmaz. Gənc nəsil məcburdur Cavan Zeynallıya baxmağa. Mənim sualıma cavab verirlər kişinin oğlu. 20 yaşında, 15 yaşında uşaq tanımır ya Cavan Zeynallını. 90 yaşında Cavan Zeynallını oturturmuş, əsə oturub orada heç bilmir nə danışır, nə oxuyur. 20 ilin lentini Cavan Zeynallı o gün gəlib efirdə oxuyur ha kişinin oğlu. Bəsdirin də bu qədər də olmaz axı. Sən də Cavan Zeynallını tanıyırsan. Sən tanıyırsan. Mənim uşağımı tanımır onu. Çünki 90 yaşı var. 20 ilin zapisini o gün Cavan Zeynallı çıxıb efirdə oxuyur. İndi nəsil baxmıraq, həqiqətən baxmıraq. Ay kişinin qızı 20 ilin zapisini Cavan Zeynallı o gün efirdə oxuyur. İstəməyə, mən onları görürəm. Səhv danışıram, bir də səhv danışırsan. Ay kişi oturub evində zorla məcbur edirsən, gəl. Kişi əsas xası ilə gəlib efirə. 20 ilin zapisi ilə. O gün də biri var idi, əsas gəlir, o arvad. Belə şey olar. Bunu da bilmirəm. Yaxşı demirsiniz şeydir. Ha, nə lap əladır, nə lap yaxşıdır. Valla sən qorxundan deyirsən. Mənə ki, bu daşsan olur, düzünü dilə. Buna görə sən heç kim öldürməyəcək. Ta indi yox. İndi yox, onun vaxtı gedib. 20 ilin lentini çıxıb efirdə oxumaq nə demək ki?